Həsənağa Turabovu az qala Gərək bəy obrazına seçməyəcəklərmiş. Gəlin sizə bu barədə danışım. Ormanlarımda at çapıb qılınc oynat. Gecələr də qızımla bir yastığa baş qoyub, söy mənim qəbrimə. 7 oğul istərəmin çəkilişi zamanı Gərək bəy roluna aktyor tapmaqda çətinlik olub. Bir neçə aktyor sınağa dəvət edilsə də heç biri qəbul edilməyib. Ədil İskəndərov Hacıqara tamaşasında Həsənağa Turabovu görüb yadda saxlayıbmış. O deyir ki, sınaq üçün həmin Hacıqaradakı cavan oğlanı çağırın gəlsin. Bu seçim insanları təəccübləndirir. Çünki Həsənağa Turabovun həmin vaxt cəmi 30-31 yaşı var imiş. Rolu isə 60 yaşlı bir adamın roludur. Mümkün deyil deyirlər. Ancaq qrimdən sonra elə ilk məşqdəcə Həsənağa Turabov rola təsdiqlənir. Aktyor rolunun öhdəsindən böyük məharətlə gəlir və tarixdə həmişəlik özünə yer qazanır. Böyük aktyorumuzun ruhu şad olsun. Bəs siz Həsənağa Turabovun ən çox hansı obrazını bəyənirsiniz? Rəydə yazın.